Mərtəbəli tortların yığımında, mərtəbəli konstruksiyalı tortların yığımında, əgər mərtəbəli tortlarımız hündür 2 mərtəbə, 3 mərtəbə, 4, 5 mərtəbədirsə, ən birinci önəm tortun altındakı bu padonu kardondan olmalı deyil. Möhkəm olmalıdır, bərk olmalıdır. Bax, belə kəsimlərlə olmalıdır. Mərtəbəli tortların çatdırılmasında. Və ortasında, tortun bir orta şaquli xəttində bir bağlantı olmalıdır ki, şaybalı bağlantı. Məsələn, bu tortun burada dəmirini bağlayırıq və altından tort burada dəmiri şayba ilə möhkəmlənir. Mən indi tez-tez dediyimə görə, sizə tez başa saldığıma görə biraz fərqli olur. Buradan birinci növbədə tortun altını məhkəmlədir və 4 dənə ayaqlar qoyulur. Niyə? Deformasiya verməsin. Tortun altındakı şaybası oynamasın. İkinci mərtəbənin tortun yığımında. Deməli, getdik. Deməli, bu birinci mərtəbəni, tortun biskvitini gətirdik ki, altında, bax belə, hər tortun altında belə padon olmalıdır. Birinci tortu keçirdik altındakı padnosuna buradan keçir. Gətirdi ikinci tortun biskvitini qoyanda 4 dənə qalın çöplər olmalıdır. 4 dənə qalın çöpləri, məsələn, bu mərtəbəni burada eləyiriksə, bu çöpləri salanda ikinci tortunun biskvitin altında padonu gətirib, bax belə burada hazır açılmış yeri olmalıdır və birinci tortun biskvitini, bax 4 dənə burada çöplərini salandan sonra ikinci tortu biskvitini gətirib salanda gördünüz burada qalır, bax bu bunu saxlayır. 4 dənə burada stolun qıçı yəni vidində, formasında çöplər olmalıdır. Siz burada çox da lazımdır. 4 dənə verdiniz. Niyə? Bax bunu ikinci mərtəbənin stoykasını saxlasın. Bunun mərtəbəsinin stoykasını saxlayandan sonra tortu, bax bu cür formada öz ölçüsündə ikinci mərtəbənin biskvitini salırıq, keçirdirik bura, burada qalır. Və bu biskvit burada olandan sonra təzədən ikinci biskvitə yenə 4 dənə çöplər salınır və üçüncü mərtəbə həmin altındakı padonu ölçüsündə, bax bu cür burada hissəsi açılma ilə ki, rahat burada keçmə olsun. Və bildiyimiz qədər biskvitlərin hazırlanmasında, pişməsində hər biskvit 6 sm bir-birindən azı əskik olmalıdır ki, tortumuzun modeli qəşəng olsun. Əgər 20 diametrində biskvitimizi alt mərtəbəsi olubsa, üst diametrində 14 diametrində elə və get-gedə mərtəbələri qısalda, hündürlüyü də biskvitin 11 hündürlüyüdür, 10-11 hündür olanda, diametrdə bir-birindən 6 sm əskik olanda tortun dizaynı da çox gözəl görsənir. İndi inşallah biz sizdə doğru tortu yığıcıyıq və yığılma qaydasını əsas odur ki, tortun oturumu ki, sizin tortlarınız mənzil sonuna qədər, yəni sizin göndərdiyiniz mənzilə qədər salamat getməlidir ki, deformasiya verməsin, qaçmasın, üstündən sürüşməsin və möhkəm olsun. Tort yığımı bu da qədər.